Salam dostlar, kanala xoş gəlmisiniz. Bugünkü videoda sizə Honor 400 modelini təqdim edəcəyim. Bu telefon həm dizaynı, həm performansı, həm də kamerası ilə bu ilin ən maraqlı cihazlarından biridir. Əgər siz həm oyun oynamağı, həm də keyfiyyətli foto çəkməyi, video çəkiliş etməyi sevirsinizsə, məncə bu çox əla seçimdir. Gəlin sizinlə bir yerdə telefonumuzun açılışından, daha doğrusu artıq mən bunu açmışam, sizə müəyyən dolğun məlumatlar verim. Honor 400 çox şık və nazik dizayna sahibdir. Cəmi 7.3 mm qalınlığında, çəkisi isə 184 qramdır. Korpusda ön tərəf şüşə, çərçivə və arxa hissəsi isə keyfiyyətli plastik materialdandır. Telefon həm IP65, həm də IP66 suya və toza qarşı davamlılıq sertifikatlarına malikdir. Yəni yağış və tozdan qorxmağa ehtiyac yoxdur. İstədiyiniz zaman yağışda və yaxud da ki, qarlı vaxtlarda rahat şəkildə istifadə edə bilərsiniz. Ekran hissəsinə keçdikdə isə ekranda 6.55 düymlük AMOLED panel var. Ekran tezliyimiz 60 Hz yox, 120 Hz yenilənmə tezliyidir. Yəni 1 milyard rəng dəstəyi və HDR texnologiyası ilə gəlir. Parlaqlığı maksimum 500 nit, real ölçülərdə isə 1550 nitə qədər çıxır. Bu isə o deməkdir ki, günəş altında belə mükəmməl görünür. Yəni, günəşli vaxtlarda rahat şəkildə ekranı görə bilərsiniz. Ekran qorunması MOS səviyyə 4 sərtliyindədir. Yəni, cızılmalara qarşı müəyyən dərəcədə davamlıdır. 400-ün ürəyi, belə desək, Snapdragon 7 3-cü nəsil 4 nano M prosesordur. Bu, orta segment üçün çox güclü çipdir. Yəni, gündəlik işlərdə, multitaskingdə və yaxud da ki, oyunlarda əla performans göstərir. Antutu nəticəsi, belə deyək, Antutu nəticəsi bu telefonda 864.286, Geekbench isə 3196 bal toplayıbdır. Yəni, oyun zamanı test etdikdə, mən hazırda burada futbol oyununu, yəni e-futbol oyununu yoxlayıram. Yəni, olduqca baxımlı və ağır oyunlardan biridir, yəni PUBG kimi. Burada HDR plus ultra rejimdə 60 FPS-ə kimi sabit şəkildə işlətmək olur. Genshin Impact-da isə orta yüksək qrafikdə axıcı, istiliyi normal. Call of Duty Mobile kimi oyunlarda isə yüksək qrafik, heç bir donma yoxdur. Yəni, qısası desək, e-futbol kimi oyunlarda faktiki olaraq gördüyünüz kimi çox gözəl axıcılığa malik bir telefondur. Yəni, oyun zamanı cihaz sabit performans, az isitmə və güclü səs sistemi ilə fərqlənir. Stereo səslər isə çox balanslıdır. Yəni, sizə demək istəyirəm ki, sanki qulaqlıq taxmısan və səsi qulaqlığında özdə adi qulaqlıq yox, baxımlı qulaqlar, bas kimi istifadə etdiyimiz qulaqlıqlar kimi gözəl, effektli, axıcı səsə malikdir. Bir sözlə Honor, yəni bu model ilə gözəl bir segment buraxıbdır. Keçək isə bunun kamera hissəsinə. Kamera hissəsi, arxa kamera 200 megapiksel əsas sensoru var. Yəni bu 1.4 düymlük böyük sensorla çox detallı şəkillər çəkir. İkinci kamerası isə 12 megapiksel, yəni ultra geniş bucaqlıdır və həm gündüz, həm gecə çəkişlərində balanslı nəticə verir. Videoda 4K dəstəyi var. Həmçinin onu qeyd edim, yəni ən sevdiyim bu telefonda, ən sevdiyim hissələrdən biri OIS-in və Gyro AES sabitləşdirmənin olmağıdır. Yəni, sizin çəkilişləriniz zamanı telefonlarınız tərpəndikdə belə stabilizator rolunu oynayan bir funksiyadır ki, çox gözəl effekt verir. Ön kameraya keçdikdə isə 50 megapikseldir. Həm selfilər, həm də vlog üçün mükəmməldir. Video çəkərkən adətən 4K 30 FPS-də çox sabit görüntü verir. Yəni, mən bunun 60 FPS olmağını daha çox istəyərdim, amma yəni, bunu mənfi kimi qəbul eləməyək, amma 30 FPS mənə görə 60 FPS olsaydı daha yaxşı olardı. Yəni, nə edək, bu şəkildə buraxılıb.
Səs bağlantılarına keçdikdə isə Honor'un deməli stereo dinamikləri çox güclüdür. Səs səviyyəsi 25.8 lux, yəni çox yaxşı səviyyədə. 3.5 mm girişi yoxdur. Yəni deməli səs deməli kolonkalarından söhbət gedir. Bluetooth 5.4-dür. aptX HD səs dəstəyi var. Deməli cihazımız deməli NFC ilə təchiz olunmuşdur. Həmçinin infraqırmızı portu da var. Yəni qurğuları müxtəlif televizor deyək, kondisioner deyək və digər qurğuları idarə etmək üçün pult rolunu oynayan funksiyası var və Wi-Fi 6 ilə dəstəklənmişdir. Çox gözəl bir paketdir. Bateriya tutumu da olduqca orta segment üçün çox yaxşıdır. Yəni Avropada 5300 mAh 66 Watt sürətli şarj ilə 0-dan 100%-ə kimi cəmi 46 dəqiqəyə, yəni düz eşitdiniz, cəmi 46 dəqiqəyə doldurur. Qlobal versiyalarında isə 6000 mAh-ə kimi, yəni 80 Watt sürətli şarj ilə göndərilir. 15 dəqiqədə 40-44% dolur. Yəni çox sürətli. Gündəlik aktiv istifadədə də təxminən 12.5 saat ekran vaxtı, yəni tam dözümlülükdə isə 56 saat davam gətirir bateriya. Yəni günəşli vaxtlarda, çöllərdə, yəni istifadə etdikdə, yəni işıq effektliyini açıq qoysaz və yaxud da ki oyunlarda zaten bu performans aşağı düşə bilər. Bunu qeyd etmək istəyərdim. Ümumilikdə yekunlaşdırsaq, Honor 400 deməli Snapdragon 7-ci nəsil, deməli Snapdragon 7 3-cü nəsil prosesoru ilə 200 megapiksel kamera, 80 wattlıq sürətli şarj ilə öz sinifində əla balans təqdim edir. Qiyməti də Azərbaycan regionunda düşünürəm ki, orta bir qiymətdir, düzdür, yəni çox ucuz qiymət olmasa da, yəni ən azından normal telefon istəyənlər üçün, gözəl çəkilişlər üçün və oyun effekti verən, gözəl rəng çalarlarını sevən insanlar üçün məncə bu çox gözəl bir seçim olar. Yəni bu qiymətə bu telefon yəni superdir. Onu da qeyd etmək istərdim ki, deməli, bizim cihazımız Android 15 ilə yenilənməsi ilə gəlir və Android yenilənmə 6 il davam edəcək. Gözəl Magic OS 9-dur bizim platformamız. Chipseti qeyd etdim bayaq və bu yaddan çıxmışdı, onu da qeyd etdim. Və həmçinin bizim deməli kart yerimiz yoxdur, cihazımızda kart yeri yoxdur. Daxili yaddaş 8 RAM 256 GB, 12 RAM 250 GB, 8 RAM 512 GB və 12 RAM 512 GB deməli daxili yaddaş ilə gəlir. Belə. Mən daha sonra sizə sonda video çəkilişi və bir neçə fotonu təqdim edəcəm. Baxıb çəkilişinə və video effektinə də baxa bilərsiniz. Belə. Və siz əgər bunun oyun performansı və foto keyfiyyəti, video keyfiyyətindən yararlanmaq istəyirsinizsə, məncə Honor 400 əla seçimdir. Onu da qeyd etmək istəyirəm ki, Honor 400-ün deməli wireless şarj yoxdur. Yəni bundan dəstəklənməmişdir. Belə, videonu bəyəndinizsə, like düyməsini basın, kanala abunə olun və zəng simvolunu klikləməyi unutmayın. Növbəti görüşlərə qədər.